fitrə zəkatı ilə bağlı indidən soruşurlar, mən bu məlumatı verim. Fitrə zəkatı, bilirsiniz ki, 3 kiloqram arpa, buğda, un, düyü, kişmiş, xurma və s. bu ərzaq növlərinin elə bil dəyəri qədər pulla da ayrıla bilər. Nə qədər eləyir? Yəni, bu barədə bazarda özünüz də baxa bilərsiniz qiymətlərə. Buğdanın qiyməti, arpanın qiyməti, unun, düyünün, kişmişin və s. Bu ərzaqların qiyməti nə qədərdirsə, o ilə hesablayın ailə üzvlərinin hər birinin adından. Qafqaz Müsəlmanları İdarəsi 10-15 manat məbləğ deyib, bilirsiniz, orta hesabla deyib. Məsələn, bizdən də ümumiyyətlə məbləğ soruşurlar ki, nə qədər siz neçə deyirsiniz? Əslində, yəni bu bazar qiymətləri ilə tənzimlənməlidir. 10-15 manat da, yəni kimin imkanı çatırsa. Ola bilər ki, buğdanın kiloqramı 1 manat olsun, məsələn 3 manat eləyir həmin gün, həmin adam üçün fitrə. Bunu bazarda qiymətlərlə özünüz tənzimləyə bilərsiniz. Amma kimin imkanı varsa, bu fitrə zəkatını çox ayırsa yaxşıdır. Yəni, imkanı çatanlar. Nə qədər çox ayırsa, bir o qədər yoxsul insanlara verilir də. Bu fitrə zəkatı yoxsul insanlara verilir. Ona görə də yaxşı olar ki, imkanı çatanlar 15 manatdan ayırsın, 20 manatdan ayırsın. Bunun eybi yox, çoxunun zərəri yoxdur. Ən minimumu da təxminən götürmək olar, nə bilim, məsələn, bazarda, yenə də maraqlanın, mən bilmirəm, götürək məsələn 3 manat. Hətta bəlkə də arpa ondan da ucuz ola bilər, bilmirəm. Amma hər halda bir ortalama rəqəm kimi təqdim olunur. Fitrə zəkatı, fitr bayramı axşam ayrılır. Yəni, eşidən kimi ay göründü. Bildinsə ki, ay göründü, fitrə zəkatını ayırırsan, mümkün qədər tez onu yoxsula çatdırmaq lazımdır. Hətta mümkün qədər axşamdan çatdırasan. Olmazsa, yəni axşamdan olmazsa ən geci bayram namazına qədər çatdırasan. Olmazsa bayram namazında, olmazsa gün ortaya qədər, o da olmazsa axşama qədər çatdıran bəsən hər halda fitrə zəkatı sənin boynundadır. Bunu verməlisən. Mən sizə bir sözdə hər il deyirəm, bir daha deyirəm. Yaxşı olar ki, öz fitrənizi yoxsul adamlara özünüz verəsiniz. Yəni, qohumda, qonşuda, ətrafda, dostda, tanışda, yoxsul adamlar tanıyırsınız. Öz fitrənizi vasitəsiz özünüz verməyiniz yaxşıdır. Amma adamlar var ki, deyim, mən bilmirəm, vaxtım yoxdur, işləyirəm, çətindir mənim üçün. Fitrə zəkatını necə eləyim? Sizə verə bilərəmmi? Hər il əslində mən bunu bir daha təkrar edirəm. Biz yük götürürük çiynimizə. Çünki bu bizim üçün böyük bir işdir. Bizim üçün o fitrə zəkatları gəlir, siyahılarımız var. Onların hamısının adamlara çatdırılması, bölünməsi. Yəni, həm axirət məsuliyyətidir, həm yükdür. Amma yenə də insanlar məscidə müraciət edir və biz də fitrə zəkatını qəbul edirik və hamısını da mən sizə şəxsən deyirəm, öz şəxsən mənim nəzarətimdən, şəxsən özümün nəzarətimdən ehtiyaclı insanlara çatdırılır. Amma bir daha deyirəm, imkanı olanlar tanıyırsınızsa yoxsul adamlar aparın özlərinə verin. Aparın özlərinə verin. Birdən alınmırsa, onda məsciddə xidmətçilərə bayram namazına gələndə də bunu verə bilərsiniz. Ondan öncə də o seyidlər verəndə bir qeydlə deyəcəklər ki, hansısa şəkildə bu seyid puludur, seyidlərin fitrə zəkatıdır ya qeyri. Çünki onun şəriətdə ehkamları var. Yəni, bu şəkildə Allah qarşıdan gələn bayramı bizə mübarək eləsin.